serialların maddi durumu məni qane eləmir. Serialların artıq ssenariləri də məni qane eləmir. Arıqlamaq da dəbdir, sağlam qidalanmaq da dəbdir. Bunu Xəyanət serialının artıq 2-ci mövsümü yayımlanır, amma sən yoxsan orada. Bəli, izləyicilər də bu sualı mənə tez-tez verirlər ki, niyə çıxdın, səbəbi nədir? Belə deyim də, biraz türklər demiş ki, anlaşa bilmədik. Bir də mən o ərəfələrdə atamı itirdim. Atam rəhmətə getdi. Biraz onun təsiri oldu. Biraz da anlaşa bilmədiyimiz üçün mən serialı tərk elədim. Amma bir çox insanlar bunu başqa cür qələmə verdilər ki, məsələn, məni çıxardıblar və yaxud da yox, elə bir şey olmaz. Sadəcə müdiriyyətlə bizim aramızda bəzi anlaşa bilmədik, belə deyək. Ona görə də o serialı tərk elədim. Daha doğrusu tərk eləmədim. Sağollaşdıq. Biz çox yaxşı, mehriban sağollaşdıq, belə deyim. Bəs yeni mövsümdə yeni seriallarda görülmək? Bax, elə o barədə demək istəyirəm ki, serialların maddi durumu məni qane eləmir. Biraz, necə deyim, yorğunluq. Bir gün ərzində, məsələn, 26 səhnə çəkilmək çox çətindir. Efirdən görəndə deyirlər ki, çox qısa metrajlı, çox qısa bir şeylər çəkirsiniz, amma onun kadr arxası nə qədər əziyyətli olduğunu, yuxusuz gecələr, yorğunluq, bəzən bizim gözümüz, üzümüz o qədər yorğun düşür ki, bunu bəlkə də insanlar hiss eləmir, amma biz onu hiss edirik. Eyni anda da dediyim kimi magistr təhsili alırdım, heç cür çatdıra bilmirdim, yollarda qalırdım. Tıxac özünüz bilirsiniz nə qədərdir. Bu tıxaclar, bu hamısı gəldi üst-üstə. Gördüm ki, mən artıq günlük serial çəkilmək istəmirəm. Bədii film olsa, nə bilim, yaxşı bir, maraqlı bir iş olsa, çox da məni məsələn yormayan, tamam, bəlkə o zaman seriala çəkilərəm. Amma bir də ən əsası serialların artıq ssenariləri də məni qane eləmir. Eyni ssenariləri dəfələrcə çəkilmək məni yorur. Eyni cümlələr, eyni obrazlar, eyni materiallar. Biraz daha yaxşı inkişaf etməyimizi arzu edirəm. Bir də bizdə Azərbaycanda belə bir ənənə var. Bu rejissorlarımızda tendensiya halını alıb. Bir aktrisanı bir neçə obrazda necə görürlərsə, elə hər dəfə eyni obrazda, eyni obrazda dəvət edirlər. Tutalım, məsələn, bir ifritə obrazıdırsa, hər dəfə onu ifritə obrazında görmək istəyirlər. Yaxud da ki, bir sakit bir xanım obrazındasın, hər dəfə sakit xanım obrazında. Yəni, bu ampula söhbəti var da. Əslində düz eləyirlər. Çünki mən bir, necə deyim, sakit qızı mənim xarakterimdə də yoxdur, sakit qızı oynamaq. Efirdə də, məsələn, o Xəyanət serialında Sevil obrazında biraz sakit, necə deyim, sizə mülayim bir qız idi. Onu aldatmaq çox asandı. Mən özüm efirdə özümə baxanda mən elə bilirdim ki, mən inanmıram oynadığıma. Əslində hamı bəyənirdi oynamağımı, amma mən bəyənmirdim. Deyirdim ki, yox, axı mənim öz xarakterimlə də o obrazda var. Mən öz xarakterimlə qatıram. Axı mənim xarakterimdə aldanmaqdır, budur, bu cür xarakterlərim yoxdur. Ona görə heç tutmurdu. Hətta mən əvvəllər heç öyrəşə bilmirdim obrazı. Çox çətinlik çəkirdim ki, necə mən belə bir düzdür, aktrisayam, mən hamısını oynamalıyam. Amma o qədər əziyyət çəkirdim ki, yox, belədir. Zamanla artıq bütünləşdik o obrazla və başqa psixoloji durumlara çıxdı o Sevil obrazının. Daha maraqlı gəlməyə başladı. Onda dedim ki, düz qələmə veriblər ki, mənə o obrazı veriblər. Sonradan alışdım. Amma oynaya bilmərəm, yəni. Bir ailəni qorumaq üçün yalnız sevgi yetərmi? Sevgi hissləri? Yetməz. Təəssüf ki, yetməz. Sevgi bəlli yerə qədər gəlir. Əgər insanların bir-birinə xarakteri, dünya görüşü, dostluqları, əsas məsələ mənə gəlir ki, dostluqdur. O dostluq, o doğmalığa çevrilməsə o sevgi. O sevgi bir gün onsuz da başqa bir şeyə çevriləcək. Deyirlər, sevgi bitir, yox. Başqa bir şeyə çevrilir. Ya doğmalığa çevrilir, ya dostluğa çevrilir. Yəni, bərabər bir evdə iki ayrı-ayrı xarakterin bütünləşməyidir də evlilik. Yəni, onu məncə sevgi qurtara bilməz. Bəs başqa hansı xüsusiyyətlər lazımdır? Mütləq şəkildə ki, o ailəni qorumaq lazımdır. Çox fədakarlıq. Çox fədakarlıq lazımdır. Çox həddindən artıq. Biraz da sahiblənmək o ailəni. Yəni, nə olur olsun, bitdi, getdi, yox. Çox boşanmaların ən böyük səbəbi də məncə odur. Hər kəsin egosu, hər kəsin bir xarakteri,
mən dediyim olacaq, tərsliyi, inadı. Bir də baxırsan ki, heç nə üstündə bir gözəl ailə dağılır. Və pərdənin ortadan qaldırılması. Hər şey bitir o an. Yəni hər şey nöqtə, məhkəmə, o bu nə ehtiyac var ki? Əgər sən o gücə sahiblənib qarşındakı insanı istəyərək ona sahiblənərsənsə, nə ehtiyac var məsələn inad eləməyə, kapriz eləməyə? Amma bu gün boşanmaların da sayı çox artıb. Adi bir hal kimi yaşayırlar. Çox təəssüf, yəni bir ailə qurmaq. Çünki mən elə gəlir düşüncəsiz davranırlar hər kəs. Baskı, ev baskısı, evlənin. Böyüklərin evlənmək vaxtındır, yaşın keçir. Bəlkə universitetə girmək istəmir. Bəlkə universitetin girdiyi ixtisası bəyənmir və ömür boyu ixtisasda işləmək istəmir. Seçim qoymuruq, girməlisən. Bəlkə mən bu il qəbul olmadım istədiyim ixtisasa, gələnə qəbul oldum. Bu il qəbul olmadısa bir abırçılıqdır. Sən universitetə girməlisən. Yüklü nə qədər universitetə girməyən uşaqların travması var. Yəni hər qadının da işi deyil ki, sona qədər dözsün. Bəli. Əvvəl dözürdü bizim analarımız, nənələrimiz. Allah hamısına canı sağlığı versin, ölənlərə də rəhmət eləsin. Onlar dözürdü. Amma mən bir yandan da nəyə demək istəyirəm? Onlar dözürdü, amma onların dövrü də bir başqa idi. O vaxtın məsələn kişiləri də daha dözümlü idi, daha iradəli idi, daha sahibkar, daha güclü idi. İndiki kişilər də elə bil üzr istəyirəm, dözə bilmirlər. Elə bil yükünü qaldıra bilmirlər. Eşi mən baxa bilmirəm, mən getdim. Yox. Necə yəni? Necə ailəni elə deyə bilərsən? Ananla məsələn dava edirsən, bəydən söhbət gedir də. Ananla dava edirsən, amma sən anavı silə bilmərsən çünki o sənin doğmandır. Bacını silə bilməzsən çünki doğmandır. Eyni şeydə sənin həyat yoldaşı var idi də. O orada səhv eləsə, sən başa düşməlisən ki, o sənin artıq ailəndə doğmandır. O gözlə artıq baxmalısan. O gözlə yox ki, o başqa bir evdən gəlib yatdı. Mən ürəyim istəyəndə onu xoşuma gəlməyəndə nəsə xarakterinə ona deyəcəm ki, davay sağ ol. Xeyr. Sən artıq onu ailən kimi onun səhvləri ilə qəbul eləməlisən. Elə sonuncu sual da verim. Plastik əməliyyatlara münasibəti necədir? Əgər ehtiyac varsa, ehtiyac görürsə bir qadın, kompleksi varsa, mən yaxşı baxıram. Amma aşırı dərəcədə, məsələn, çox gözəl bir özünü pis günə qoyursa və yaxud da ki, bir üzr istəyirəm, bədən cizgilərinə toxunursa, indi dəbdir də, eyni. Arıqlamaq da dəbdir. Arıqlamaq da dəbdir, sağlam qidalanmaq da dəbdir. Özün arıqlamaq düşünürsənmi ki, mən də arıqlım. Kompleks eləyirsən onu özünə? Kompleks eləmirəm. Üzümü əslində belə daha çox bəyənirəm, amma təbii ki, istəyərəm. Hər şeydən vaz keçmək? Yox, hər şeydən vaz keçmək deyil. Ailəyə görə hər şeydən vaz keçirsən, sevgiyə görə yox. Sevgiyə görə sadəcə, necə deyim, səhv eləmirəmsə Freudun bir dənə cümləsi var. Deyir ki, xoşbəxtlik o pis yaşadığımız duyğuların içində olan anlıq çox qısa olan bir duyğudur. Biz elə bilirik ki, o daima olacaq, amma o daima olmur da. Əsas məsələ huzurdur. Əgər o sevginin içində huzur varsa, yəni xaos olmasın, huzur olsunsa o yaxşı, o duyğu daha gözəldir, huzur duyğusu. Xoşbəxtlik andır, pis duyğular da, nə bilim, insanı incidən duyğular da, yəni daimi olsa həyatımızda baş verir də, hər bir şeydə onlar baş verir. Ona görə də əsas odur ki, məncə huzurlu olaq, onda sevgi də gözəl olar hər bir şeydə. Təşəkkür edirəm gəldiyinə görə. Mən də təşəkkür edirəm sizə. Çox xoş oldu. Mənə də təşəkkürlər.